Zelenski deyir ki, Putini biz Moskvadan qaçıracağıq. Yəni Putin hələ deyir, yüzlərlə puanı seyr edir, minlərlə puan Moskvaya yönələndə Moskvanı qoyub qaçacaq. Belə bir açıqlaması gəldi deməli Zelenskinin. Buyurun, eşidirəm, Rusiya ilə bağlı məsələlər müzakirə olunur. Nə gözləyirsiniz buradan? Axırıncı sözlərinizə həmən bir kəlmə ilə. Zelenski düz deyir. Doğru deyir. Doğru deyir. Yəni Putin qaçacaq deyirsiniz. Bu olacaqdır. Yəni ya qaçacaq, ya özünə intihar edəcək, ya onu öldürəcəklər. Ya bunun alternativi yoxdur. Putin üçün divar bitib. Bitib artıq. Baxın, dünən və hava döyüşlərini dedi də, yəni o puanlar ilə hava döyüşləridir. Hava döyüşləri. Dünən Ukraynanın dronları 2600 kilometr məsafədə Omskda neft emalı müəssisəsini vurublar. 2600 kilometr. Bunlar bir qədər öncə deyirlər ki, 3000 kilometr uçan dronlarımızı gözləyir. 2600 demək, sabah biz 3000-də gözləyəcəyik və deyiblər ki, 8000-də olacaq, 10.000-də olacaq, uzaq şərqdə, Vladivostokdakı məsələləri vuracaq. Yəni, Rusiyanın əhət olunmayan, nöqtəsi qalmayacaqdır. Təbii ki, əgər dron istehsalı Ukraynada bu ilin birinci rübündə keçən ildəkindən 4 dəfə çox artıbdırsa, Zelenskinin dedikləri böyük bir həqiqətdir. 4 dəfə 400% artıbdır. Və təbii ki, bu məsələlərin qurulmasında Qərbin aparıcı dövlətlərinin xüsusi rolu oldu. Hər formada kömək elədilər. İndi o köməkləri bizə bəyan olunan hissələrini biz sizlə görürdük, bəyan olunmayan hissələrini isə görmürdük. Və bugün artıq o görmədiklərimiz üzə çıxır. Ukrayna hərbi sənayesi bugün bu qədər möhtəşəm bir arsenal, silah arsenalı, üzrə müasir tələblərə cavab verən, müasir müharibənin çağırışlarına cavab verən silah arsenalını ortaya qoyur. Və Zelenskinin deməyi ki, minlərlə dron buraxacaq və minlərlə dron Moskva hücum edəcəkdir. Niyə görə Moskvanı xüsusilə vururlar? Moskvanı və ondan sonra Peterburqu niyə görə vururlar? Moskva elə bilin ki, bax bu beyin mərkəzdir da, yəni başdır. Bir adamı vuranda da, döyüşdə də başdan vururlar ki, onu daha tez ölsün. Tez ölsün, şoka düşsün, yəni özündən geçsin, yıxılsın. Buna görə başdan vururlar. Moskva tək paytaxt deyil. Moskva bütün Rusiyadakı, belə deyirlər, Rusların içində bax, belə, hətta maliyyə müstəvisində deyirlər ki, ölkənin pulunun 80% Moskvadadır. Yəni, bax, belə bir deyim də var. Yəni, Moskva hər mənada... Həm də Moskvanın vurulması fikir etməliyim. Artıq orada etirazları xüsusilə. Baxın, Salavyov. Mən bayaq səhər xəbərlərdə oxuyurdum, həqiqətən özüm də gülməkdir ki, bu adam 5-ci ilə keçib də Rusiya-Ukrayna müharibəsi. Müharibə başlayandan bu günə Kremlin alovlu təbliğatçılarından biri idi. Müharibəni dəstəkləyirdi Rusiyanın qüdrətindən, gücündən. İndi deyir ki, möhtərəm, özü birbaşa Putin hədəfində deyir, möhtərəm, hara gedək? Mən bir gün, bircə saatlıqda dincəlmək istəyirəm. O yerə getmək istəyirəm ki, orada müharibə yoxdur, orada artıq raketlər yoxdur, orada PUA təhlükəsi yoxdur, yanğın yoxdur, neft emalı zavodları partladılmır. Yəni, sən dünənə qədər bu müharibədən ağız dolusu danışırdın, çünki özlərində hiss etmirdin. Çünki bu müharibə Ukrayna ərazisində gedirdi. İndi birbaşa paytaxta gəldiyi üçün artıq Salavyovlar dilə gəlib və Putinə bu sualları ünvanlayırlar. Doğrudur, bunu hələ ki dövlət kanalından eləmir, amma özünün YouTube kanalından artıq Putin hədəfdədir. Putinə deyir ki, hara gedək, hara qaçaq, necə eləyək? Ləman xanım, bu müharibəni başlayanda, 2022-ci il fevral 24-də başlayanda bunu düşünməliydilər ki, bunun sonu bu olacaqdır. Bu müharibəni başlamaq üçün Rusiyanı yetərincə təxribata çəkdilər. Getməyədi gərək bunu. Heç bir formada getməyədi. Çünki bizdə də getmək üçün güc yoxdur. O potensial yoxdur. Yalandan deməklə deyir ki, mənim ordum dünyada ikinci ordudur. İkinci ordu 1600 gündür, heç nə edə bilmir. 3 gün ərzində Ukraynanı ilhaq edəcəyik, Kiyevi götürəcəyik. Yəni, Qərb çəkdi təxribata deyirsinizmi? Qərb çəkdi və Rusiyanı o tələyə saldı deyirsiniz. Planlaşmış şəkildə, düşünülmüş şəkildə, özdə belə illər üzrə yazılmış bir proqramla çəkdi bunu təxribata. Krımı işğal elədilər, Ukraynanın şərqini işğal elədilər. Sonra orada bunlar elə bir şərait yarandı ki, orada Ukraynada atdığı addımlarla bu Rusiyanı provokasiya, təbii ki, Ukraynanın əlini elədilər. Orada Rus dilini qadağan etmək, bəzi adamlar qıcıqlar yaratmaq, yəni Rusiyada qıcıqlar yaratmaq. Nəticə etibarilə Rusiya günün birində hesab elədi ki, bu ordu ilə hücum edib Ukraynanı işğal edəcəkdir və 3 gün içində məsələni bitirəcəkdir.
1600 gündür. Heç nə edə bilmir. Son 2 ildə öncəki illərdə aldığı torpaqların bir çoxunu itirir. Kəndlərin, qəsəbələrin bir çoxunda Ukrayna ordusu geri alır. Krım işğaldan azad olmağın bir addımlığındadır. Yəni bilirsiniz Krımdakı vəziyyət nədir? Krım da sadəcə olaraq həyat iflic vəziyyətində. Dünən heç ümumiyyətlə zülmətin içində qalmışdı, işıqsız. Allah düşübdü, o insan oradan qaçmaq istəyir. Hətta maşının, avtomobilinə qoyub paydı piyada qaçıb getmək istəyir, canını qurtarmaq istəyir. Yəni Zelenskinin Putin Moskvadan qaçacaq, Putin Moskvadan qaçıracaq demək də gerçəkdir və sabah bu olacaqdır. Mən obrazda sabah deyirəm. Yaxın günlərdə bu olacaqdır və bütün hadisələr buna aparır. Rusiya bunu görə bilmədi. Rusiya bunu hesablaya bilmədi. Kremlin başında dayanan adamlar birinci növbədə Putin bunu hesab edə bilmədi. Keçən verilişdə mən sizə bir misal çəkdim. Müharibə başlayanda heç onun tərəfdarları bunu istəmirdilər. Məcbur edirdi ki, siz də mənlə bərabər bu müharibədə olmalısınız. Bir adamın başındadır, Putinin başındadır. Putin başlayıbdır. Putinlə başlayıb bu müharibə, Putinlə də bitəcəkdir. Yəni Putin meydandan gedəndən sonra müharibə bitəcəkdir. Heç bir axmaq onun yerinə hər hansı bir formada gələcək. Heç bir axmaq bu müharibəni davam etdirmək istəyində olmayacaq. Çünki bu müharibə uduzulmuş müharibədir. Başlayanda uduzulmuşdur. Bunu görmək lazımdır, görə bilmədilər. İndi isə tam gerçək olaraq de facto uduzulmuş bir müharibədir. Ona görə hər hansı bir ağılsız adam belə Putinin yerində bundan sonra heç bir hərəkətlik, yəni müharibə istiqamətində, müharibəni davam etdirmək istiqamətində heç bir hərəkətlik edə bilməz. Aydındır və deməli Türkiyədə keçirilən NATO sammiti, Trumpın ora gəlişi, bu Putin üçün nə deməkdir? Yəni belə baxanda Türkiyə ilə münasibətləri hər halda üzdə normal olub da. Yəni ki, belə Putin, Erdoğan bəlkə də şəxsi münasibətlərinə söykənən bir münasibətlər olub. Mehriban düşmənlər də demək olar belə baxanda onlara, amma üzdə bir normal münasibətlər var. İndi istənilən halda Türkiyə zaman-zaman da Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində İstanbul söhbət danışıqları oldu və s. və ilaxır həmişə təklifləri ilə çıxış elədi. Birdən-birə təbii ki, o həmişə Türkiyənin bir NATO ölkəsi olduğunu bilir, amma eyni zamanda da Türkiyə bu sammitə ev sahibliyi edir və birbaşa Rusiya ilə müharibə vəziyyətində olan NATO ölkələri gəlib Türkiyəyə toplaşıblar. Doğrudur, mən Kremldən bu görüşlə bağlı hər hansı bir rəsmi açıqlama mənim diqqətimi çəkməyib, bəlkə də var elə bir açıqlama. Amma istənilən halda bu Putin üçün nə deməkdir fikir etməli? Deyim, Türkiyədə bunlar, Rusiya bilirsiniz, tarixdə 17-18 dənə müharibələri olub. Həmişə. Bunlar qonşu kimdə mehriban qonşular, amma əslində gerçək düşməndirlər və bu gün də düşməndirlər. Yəni üzdə o diplomatiya falan bunlar hamısı ikinci dərəcəli məsələlər. Real anlamda ki, bunlar düşməndirlər. Bugün Rusiyanın Türkiyə münasibətdə həzm eləmədiyi birisi də Türkiyənin güclənməsidir. Gəlin bunu bir balaca, indi mən maliyyəçiyəm bir qədər rəqəmlərin dilinə əsasləndirək ki, Türkiyə hansı sürətlə güclənir və bu niyə görə həzm olunmur? Yəni bu sürət ona görə nə İsrail tərəfindən həzm olunur, nə İran tərəfindən həzm olunur, nə Rusiya tərəfindən həzm olunur. Heç mən sizə deyim ki, bugün Avropanın böyük ehtiyacı var Türkiyənin hərbinə, hərbi sənayesinə. Heç Avropada bu ehtiyac baxımından bunu hardasa qəbul eləyir, amma içində həzm eləyə bilmir ki, belə bir güc yaranır onun böyründə, yaxınlığında. Baxın, 2015-ci ildə Türkiyənin hərbi sənayesinin dövriyyəsi 5 milyard dollar olub. 25-ci ildə bu rəqəm 20 milyard dollara çatır. 4 dəfə artıq. Bugün Türkiyənin hərbi sənayesində 1100-dən yuxarı layihələr reallaşdırılır. Onların ümumi dəyəri bilsin nə qədərdir? 100 milyard dollar. Baxın, 5 milyard dollardan 100 milyard dollara bir gəliş 20 dəfə hərbi sənayenin böyüməsi. Türkiyənin bu illər ərzində müqayisə etdiyimiz illərdə 2015-2025-ci illərdə ümumi ixracı, yəni ölkəyə valyuta gətirən məhsulların satışı 2,7 dəfə artır. Türkiyənin hərbi sənaye məhsullarının ixracı 6,3 dəfə artır. Yəni o ümumi ixracın içində hərbi sənaye məhsullarının payı da tək 24-cü il ilə 25-ci il müqayisə edilərsə, 25-ci ildə 2,7 dəfə artırdı. Bir ilin içərisində 2,7 dəfə artırdı. Yəni Türkiyə ildırım sürəti ilə bu hərbi sənayeni, özdə müasir hərbin çağırışlarına cavab verən məhsullardan söhbət gedir o sənayedən. Təbii ki, bilirsiniz. Onlar
30-a qədər ölkə bugün Türkiyədən dronlar alır. Bəli, bayraqdarı var, qızıl elması var, bəli. Və bütün hərbi sənaye məhsullarını satır və dediyim kimi bugün Türkiyənin ümumi ixracı indi bəzi rəqəmlər deyirlər 25-28, hardasa bəzi rəqəmlərdə 30-33 milyard dollar həcmindədir. Ayda 30-33 milyard dollar Türkiyə ixrac edir. Türkiyə güclənir, Türkiyə qüdrətlənir. Ərdoğanın bu yaxınlardakı çağırışı yenə iqtisadi müstəvi də nəyəsə deyirəm sizə və tamaşaçılarımıza. 20 il müddətində bütün vergilərdən azadsınız investorlar, gəlin Türkiyəyə. Bunu heç bir dövlət etməyiblər, heç bir dövlət eləməyibdir. Yəni, baxın, o investisiyaların gəlişi nə deməkdir? İnvestisiyaların gəlişi praktik olaraq böyük bir inqilab deməkdir iqtisadiyyat üçün. Böyük bir inqilab deməkdir. Bilirsiniz də, bu son illər ərzində Türkiyə iqtisadiyyatı böyük bir böhran yaşadı, onun maliyyə sistemi, onun milli valyutası böyük bir, demək, çətin bir durum yaşadı. Neçə dənə Mərkəzi Bankın sədri dəyişildi, komanda dəyişildi, nə bilim, məsləhətçilər gətirdilər. Yəni, müəyyən qədər də, bir qədər də açığın deyil, biraz o ilk dövrlərdə biraz da eksperimentlər keçirdilər, amma onların nəticələri acı oldu. Amma indi artıq, belə deyək də, lokomotiv reyslərin üzərinə qoyulub və böyük bir sürət yığmaqdadır. Bax, gerçək olanlar bu həzm olunmur. Bugün baxın, bu həzm olunmur. Avropa Trumpın tənqidlərindən, təzyiqlərindən, təhdidlərindən sonra artıq ciddi şəkildə özünün hərbi sənayesini yaratmaq üzrədir və o hərbi xərcləri ümumi daxili məhsulda bir 4-5% qaldırmaq istiqamətində ciddi addımlar atılır. Amma Avropaya zaman lazımdır. Bu hərbi sənayeni yaratmaq tək elə bir dənə müəssisəni qurmaq ya 2 dənə müəssisəni qurmaq deyil. O müəssisə üçün çox şeylər, onun o komponentlərin istehsalı var, kadrların yetişdirilməsi var. Yəni orada kim işləyəcəkdir, orada kadr. Yəni çox şeylər var. Ona görə Avropaya zaman lazımdır. Trump da açıq deyib ki, sizə nə qədər bizim borcumuz var. NATO yaranandan biz NATO'nun saxlanmasına 1 trilyon dollar pul xərcləmişik. Bizdən sonra ikinci yerdə dayanan İngiltərədə cəmsi 60 milyard dollar pul xərcləmişik. Yəni bizim isə borcumuz var. Biz sizə görə okean tərəfində sizə görə saxlamalıyıq. Atanıza borcumuz yoxdur. Gedin özünüzü saxlayın. Mən ordumu çıxardıram. 20 min ordunun çıxardacaq, qoşunun çıxardacağı barədə bəyanat verdi. Bunlar bəlkə qorxuya düşdülər. Çünki Rusiyanın təhdidləri var ortada. Və ciddi şəkildə silahlanmaya başlayırlar. Amma dediyim kimi bunlara zaman lazımdır. Bu zaman ərzində, zaman kəsiyində də bunların Türkiyə möhtaçdırlar.